Sənsə tezdən ağlayıram, özümü saxlayıram. Və xalacan evində sağ olsun dostlar, yeməyə zad almışıq. İndi yeməyimizi yeyən yoxdur. Evdə xalacan yemək yox idi. Hayır, balaca daxman olsun, özüm evin olsun. Uşaqlar bilir. Qalmışım uşaqsız, bilməmişim, qalmışım belə. Herkesin Allah razı olsun. Deyir o söz kim yazıbsa qeyrətsizdir. Deyir o birisilər anı bəs. O bizlər yarısı xalasına girlə apardım. Gecələ nabranı apardım. Qalanları xəstəxanadadır. Hamının istifadə etdiyi bir fikir var. Sosial şəbəkələr, TikTok, digər platformalar insanları körləyib. İnsanları başa düşdük. İnsanların içində mən 25, 30, 27, yəni müəyyən bir yaş dövrü var da. Onları başa düşdük ki, onlar axtarırlar, maraqlı musiqi axtarırlar, film axtarırlar, rəqs axtarırlar, digər və qapanıb qalıblar bütövlükdə sosial şəbəkələrdə. Ata, deyir 9 evladım var. Xəbəri oxudum. Xəbəri oxuyandan sonra mən ancaq hara girirəm bu kişini görürəm. Özdə çox qəribə, belə maraqla söhbət edir, elə bir asudə zamandadır, asudə vaxtıdır, dincəlir, çox sakit, həyəcansız, təlaşsız açıqlama verir. Hə, evladlarım qazsızdı evimizə, uşaqların hamısı qaz sobası sızandan sonra qazdan boğuldu. Mən düşünürəm, bu evladlar, bu körpələr, bu uşaqlar, qazda boğulan bu evladlar bunun deyilmi? Bu nə qədər biz gerizəkalı olduq, nə qədər biz dar düşüncəli olduq, nə qədər biz həyatımızı nəyin üstündə qurduq, niyə görə biz içəridə bir kədər var, qəm var, qorxu var, təşviş var. Niyə bunların hamısını biz maraq üzərində qoyduq, qurduq? Sən ağlamalısan. Sənin canlıda nə işin var? Ay 9 uşaq atası. Sənin belə üzündə təbəssüm, dodaqlarında təbəssüm, sənin canlıda nə işin var? Ay 9 uşaq atası, ay uşaqları qazdan zəhərlənən ata. Yardım istəyirsənsə, insanlar sənə yardım edəcək. Öyle bircə dəfə kartını qoy, çəkil kənara. Bu insanlarımız humanistdir, səni tək qoymayacaqlar. Amma bu nə hallardır siz yaşayırsınız? Bu nə hallardır? Ay valideynlər, bəzi valideynlər, ay 9 uşağı qazdan zəhərlənən ata. Mən bilmirəm sən uşaqlar haqqında düşünmürsən. Elə bir əlvə bir məqam düşüb. Elə bir şansdır sənin üçün düşüb, oturmuşsan. Mən bilmirəm, sən özü reklamını etdirirsən. Bu qədər valideynlər, bəzi valideynlər, niyə görə belə məsuliyyətsiz olmuşsunuz? Sənin evladların ölümlə vuruşur. Ölümlə qarşı-qarşıyadır. Lap səndən müsahibə alırlar. Lap səndən belə dərvi soyurlar. Qanıvu damarından çəkirlər. Onları özündən kənarlaşdır. Dinən mənim evladlarım ölümlə vuruşur. Ölümlə üzbəyüzdür. Qarşı-qarşıyadır. Açmısan canlını, oturmuşsan. Biraz yüzünüzə abr olsun. Biraz məsuliyyətli olun. Biraz təəssüfkeş olun. Biraz nə bilim nələr olun. Etməyin bunu.